Həqiqətən bu hamımıza aid olan bir məsələdir. Biz gərək Rəbbimizdən bağışlanma deyək bu məsələyə görə. Biz gərək Rəbbimizdən həya edək. Əslində bu məscid ədəbləri, Allah sizə razı olsun, gözəl bir məsələdir. Məsciddən başlamır. Bu dəstəmazxanadan başlayır. Elə deyilmi? Baxın, bizlərdən birimiz məscidə gedərkən, misal üçün, ən yaxşısı odur ki, nədir? İnsan evində dəstəmaz alsın, yesin. Ola bilsin, kimsə hansısa səbəblərdən dolayı evində dəstəmaz alıb gedə bilmir. Və yaxud kimsə bazarda işləyir, kimsə dükkanda işləyir. Məscidin yanında işləyir. Gedir məscidə nədir? Dəstəmazxanaya. Dəstəmazxanada bilmək lazımdır ki, dəstəmaz almaq ibadət. Dəstəmaz almaq nədir? İbadət. Peyğəmbər sallallahu əleyhi və səlləmdə nə qədər hədislər var. Dəstəmaz alanda günahların tökülməsi. Yəni biz onu fikirləşsək, düşünsək ki, dəstəmaz alala, əllərimizi yuyanda, üzümüzü yuyanda günahlar tökülür. Bizim halımız belə olar. Dəstəmazxanalarda dəhşət olur. Səhər-küy, subhanallah, Allah qorusun. Belə mən görürəm bəzən, Allah hamımızı bağışlasın. Telefon belə qulağında danışa-danışa, qışqıra-qışqıra danışır. Belə dəstəmaz alınır o qardaş. Bir dəqiqəli şeydə, subhanallah. Telefonu qoy kənara, gözəl şəkildə bismillah deyə, əllərini yuy. Rasulun sallallahu əleyhi və səlləm öyrətdiyi kimi. Bu niyyəti fikirləşə ki, mən dəstəmaz aldıqca əllərimi yuduzdu, günahlarını tökülür.